Həqiqətən. Çünki mən o stres yaşamam, bir xəbər eşidəndə stresə düşməm, sonra kürəyimin ağrısı, mədəmin ağrısı, yemək yeməmək, yuxusuzluq, onların hamısı 15 gündən düzəldi. Həqiqətən düzəldi. Əsəbiliyiniz? Onlar getdi. Mən normalda bir şeyə qıcıq olub özümdən çıxan insan, indi artıq heç nəyə reaksiya vermirəm. CD tez getmə var idi, həyəcan vaxtı. Əvvəl var idi, indi hamısı normal. Deyirəm də hər şey düzəlib. Bir dənə nəfəsim, o da düzəlsə inşallah. Hə, o da inşallah dəyişər. Necə? Deyirəm, necə deyirəm, Allah. Yox, belə həqiqətən, mən evdə də deyirəm ki, sağ olsun, Allah onun canına dəyməsin. Həqiqətən mən heç, yəni çox həkimlərə getmişəm, həqiqətən. Yəni bu qədər 15 gün içində effektini görən, mən həkim görməmişəm. 10 günə. Vallahi həqiqətən görməmişəm. Çünki mən çox müalicələrə getmişəm. Mən sizə demişdim, mənə güvənin. Həqiqətən, sağ olsun o xanıma ki, sənə yönləndirdi məni. Hə, o pasiyentim idi də, başqa pasiyentim. Hə, lap yaxşı. Dərmanlarınız davam